Doğru olmayanı müəyyən edin. Burada verib şibiyə orqanizmi 1, 2, 3, 4 göstərilibdir və doğru olmayanı bizdən istəyir. 1. Avtotrof orqanizmi və heterotrof orqanizmlərin bircə yaşayışından əmələ gəlir. Bəli, 1-də göstərilib ki, plus işarəsi qoyulubdur. Avtotrofla heterotrof iştirak edir şibiyə orqanizmində. Avtotrof bilir ki, göy yaşıl yosun ya da yaşıl yosunları idi. Heterotrof da göbələk idi. Ona görə 1 doğrudur və plus qoyduğu üçün doğru olmayanı istəyir bizdən. İkinci, 2 eukaryot orqanizmin bircə yaşayışlarından əmələ gəlir. 2 eukaryot orqanizm var burada. Bəli, yaşayışından əmələ gələ bilər. Düzdür. Niyə? Çünki bir göbələk eukaryotdur, bir də yosun eukaryotdur. Ona görə bu da doğrudur. 2 də düzdür. 3. Onu əmələ gətirən canlılardan heç olmasa biri fotosintez eləyir. Fotosintetikdir. Təbiidir, o şibiyəni əmələ gətirən orqanizmlərdən biri ən azı fotosintez eləyir. Bu düzdür. Amma burada minus qoyubdular. Ona görə bu doğru deyil. Yəni, təsdiq eləmədiyi üçün düz deyil. Onu əmələ gətirən canlıların nüvəsiz nümayəndəsi heterotrof olur. Dördüncü baxaq. Dördüncündə nüvəsiz nümayəndə bakteriyadır. Nüvəsiz nümayəndə bakteriyadır və bu deyir heterotrof olur. Bakteriya heterotrof olur. Onu əmələ gətirən canlıların nüvəsiz nümayəndəsi. Nüvəsiz nümayəndəsi bakteriyadır. Heterotrof olur bakteriya. Xeyr, orada avtotrof olur. Burada da plus qoyublar, təsdiqləyiblər. Ona görə də bu da səhv olacaqdır. Düzgün cavab 3 və 4.